Salam dostlar, YouTube kanalıma və Naxçıvan vloquna xoş gəlmisiniz. Nəhayət keşməkeşli yollardan keçərək gedirik. Başımıza bir xeyir hadisələr gəldi. Bəli, uçuşumuz 200 dəfə ləğv olundu, yağış yağdı, qar yağdı, tufan, boran. Axır ki gedirik. İnşallah bu dəfə heç bir problem olmayacaq, təyyarədəyik. İnşallah. Biz Naxçıvana çatana qədər bundan öncəki bir neçə günü izləyərsiniz. Ondan sonra Naxçıvan vloquna davam edərik. Görüşənədək. Salam dostlar. Dostlara salam verəmədim bir türlü. Bu yol niyə belə tozdur? Hazırda Naxçıvana gedişimizə bir gün qalıb. Biz hələ də tam olaraq yığışmamışıq. Hələ də işdən evə gedirik. Sabah da gələcəyik işə, yenə hazırlaşacağıq. Niyə belə oldu? Çünki biz bileti almışdıq. Daha doğrusu almaq istəyirdik bayram ərəfəsinə, amma biletlər tükəndiyi üçün biraz tez almaq məcburiyyətində qaldıq. Ona görə planlarımız bir qədər alt-üst olmuş ola bilər. Ən pisi kargolarımızın bəziləri çatmadı. Şükür bugün son kargom mənim gəldi, amma ay son gəlməyən kargoları var. Birazcık mutsuz. Olsun, onda növbəti səyahətimizə. Ay, spoil verməməliydin. Kesməklə də uğraşamam. Nəysə, qatar açıldığına görə növbəti Gürcüstana gedirik. Mənim xəyalım idi Gürcüstana getmək. Naxçıvanın da xəyalım idi. Dayanır Naxçıvandan danışmalıyam. Gürcüstanı saxlayaq. Mən Naxçıvana getməyi həmişə çox istəmişəm. Çünki çox tarixi zəngin, qədim, yəni çox mükəmməl bir yerdə. Çox adam bəyənməsə də belə quraqlıq kimi bir qələmə versə də məncə çox gözəldir. Görməyi anlayanam. Nəysə, gedirik indi hazırlaşaq. Bavulumuzun son yığaq ki, sabah da işdən gedib bavullarımızı götürüb gidiyoruz axşam Naxçıvana. Təbii ki, hər şeyi planlayan bir insan olaraq belə bir plan çıxartmışam. Bura 12 yer yazmışam, amma təbii ki, daha çox olacaq. Olsun ki, bir həftə qalırıq, yaxın yerlərin hamısını gezə bilərik. Orada Aysu ilə müharibəyə çıxacaq. Çünki o bəzi yerlər deyəcək getməyək. Bura məscid yazmışam, deyir ki, sən Bakıda məscidə getmirsən, niyə orada getmək istəyirsən? Mənim siyahımı bəyənmədim. Bəyənmədim, yox, fazla buldum. Çünki dincəlməyə gedib daha da yorulub gəlmək istəmirəm. Mən yorulacağım. Mən görməmişim, bana ne yani? Yaxşı keçdi. Təbii ki, qızlara bir dənə bavul bəs etmir. Ona görə belə bir çanta da götürürəm. Bunun içərisinə laptopumu, çünki bu benim aşkım və digər tripodlarımı falan qoyacağam ki, rahatlıqla apara bilim. Bir də makyaj ləvazimatları. Əlimin altında istədiyim hər şeyi bura yığıram, qalan hər şeyi də bura. Belə bir travel set almışam. Bu çox qəşəngdir. Hər bir məhsulu mini daşımaq üçündür. Hansı ki, bədən gelləri, üz yuma gellər böyük aparmaq istəməsəz, belə balaca qablarda da apara bilərsiniz. Dostlar, biz əslində 1-2 saat sonra uçmuş olmalıydıq, amma işdən evə gedirik. Niyə? Çünki biz bilet almışıq axı 3 dəfə, yəni biz bilet alansa 3 dəfə tarixlər dəyişdi yenə. Dəyişiblər və çox pis vaxtda salıblar, saat 4-də. Yəni yuxunun ən şirin vaxtında biz uçmuş olmalıyıq və ora səhər çatacağıq. Gedib yəqin ki, yatmalıyıq. Yatsaq da günorta duracağıq. Nəsə də yəni belə biraz qarışıqlıq oldu, amma nəsə əsas odur ki, gedib çıxa bilək. Sadəcə birazcık modum düşdü buna görə. Amma bavulumuzu da tam yığmamışdıq. Gedək bavulumuzu tam yığaq. Aysu sağ olsun, kömək eləyəcək mənə son qalan detalları yığmağa. Heç nə olmaz Aysu. Belə. Evdən sizə davam eləyəcəm. Sonra da inşallah ki, təyyarədə. Uçuşumuzun vaxtı bu arada gecə yenə dəyişdi. 15-20 dəqiqə oldu ama dəyişdi. Burada bir sürü insanlar var. Bu arada siyahımı da götürmüşəm, çantamdadır. Ayısı gecə qısımdaysa da siyahını görüb görmüşəm. Görməmişim, amma görə bilərdim. Amma kabus nə olacaq? Mən hamısını. Əsas məsələ Naxçıvanın alınacaqlar siyahısı bile yaptım arkadaşlar.
Əgər bütün videoları izlədinizsə, nə badərələrdən sonra Naxçıvanda olduğumuzu görürsünüz. Şükür çatdıq. Gözləyirik ki, taksi gəlsin, gedək. Çox qəşəngdir. Yavaşca. Kamamaya bir de anlık atar. Bavul açma seansına xoş gəldiniz. Bunlar açırıq. Əsas məsələ bunları geri aparanda necə yığacaqdır. Təndirin içinə çəkə bilərsən, içinə qoyub bir şey. Lobsu da həyatimizdən deyə alınma deyək. O da orijinal. Lobyası. Soğan da. Soğanımız yox, getdim ətdən qırdım. Babaya demişim, ha gedəməm. Onun tadı olardı. Ben de öyle demek istedim. Dedim koy duru yağ olmaz. Hə, lobyan da gəldi, xoşlamıram, belə qəşəng. Su şeffaflığı çok pis şu an. Aha. Bacası çox pis. Aha, nə belə. Yəni bir su oldu axı dərsən bunlar. Hə, ver. Hadi bölüş. Gələndə süzərsən bəs deyə. Gələndə Son 12 saat ancaq yemək və yatmaqla keçirmişik. Çünki yol bizi belə tükətdi. Həm də təmiz hava bünyə kaldırmıyor təbii görmədik. Bakının o tozu torpağı səs-küyündən sonra bura o qədər huzur verir ki, ancaq yemək və yatmaq istəyirik. Amma indi marketə getmək üçün yapdığımız hazırlığı görürsüz, şok olarsınız. Bu arada videonun əvvəlində sadəcə bir hissəsini paylaşdım yediklərimizin ki, yəni upuzun bir video ola bilərdi. Dedim ki, gəl hissələrə də yer qalsın. Sizə indi market hazırlığımızı göstərəcəm. Yəni sadəcə yaxındakı marketə getmək üçün yapdığımız şov. My girls. I miss your touch, your ways, your laugh. It was perfect, and I think about it a lot. It's alright, it's alright, Aa, semişkan götürərsən. it's alright. Plan yoxdur, həmişə bir yerdə bir də. I love you forever. Your skin was so soft, and your face so lovely. I still see it, and I know it'll be gone, and I'll be gone. And İşte dostlar, gecəyə taşacaq bu denizlə kapanış veririk. İşte bitirib səhər tez oyanmalıyıq ki, günün tez başlayıb bir sürü yerə gedək. Bakalım. Aşkım şu elini bulsak da şu garibanın karısının defterini dürsek ya. Sabahınız xeyir. Biz 6-7-dən oyandıq, çox yata bilmədik. Dedik də oyanmışkən duraq hazırlaşaq. Saat indi artıq 9 civarıdır. Səhər yeməyi yedik. Biraz işlərimizi həll elədik. İndi hazırlaşırıq, gedəcəyik şəhərə. Naxçıvanın gələndən hələ ki buradan çıxmamışıq. Ona görə maraqlıdır ki, şəhər necə olacaq və oradakı maraqlı yerləri də çəkəcəm ki, sizin üçün. Gəlsəz fikir olsun.
Dostlar, bəxtimizi də bilmirəm nə edeyim. Yəni uçuş ləğv oldu, saat dəyişdi, bilet tapanmırdasa. Bunlar keçdim. Məmlə xatun restorasiya oluyor. Bu qədər də yox da. Yəni sizdən çək oranı. Bizimi bekliyordunuz. Görənmədik. Heç bir şey görənmədik. Mən Üstün görmüşəm, balon. bu qız görənmədi. Ve sizin aşkı olur. Buradan gel buna düşmeyin. Neyim də? Gəl görək. O tarafa gidelim. Naxçıvan Dədə Qorqudunu gəzək. Ay ben aradayım, kamera ben koyayım. Özümü şu an kötü hissediyorum biraz. Eteğim de düşür. Ben de hatun kombin eləmiştim. Bu kombini Məmlə xatun kombini bir şey var. artık var. Hanımcı. Cici kız. Məmlə xatun sözündən esinləmişdim. Hatun olmak istiyorum. Gəlmişik şəhərə. Gün Məmlə xatunu görməyə gəlmişdik. Naxçıvanda əhvalı bilmirəm, xəbəriniz var ya. Gəldik Məmlə xatun da restorasiya olunur bəxtimizdən. Dedik ki, hara gedək? Burada gediləsi yerlər hara vardı? Resmen kriz vəziyyəti kontrol ediyor. Şəhərdə lisedəydik, görüşə bir yerdə gəzdik. Zaman burada piknik eləyir. Mutlular. Mutludular. Biz ama Biz stresliyik şu anda. Çünki Yes. Məmlə xatunumuz yox. bu hatunumuz yoktu. Ve memnun hatun kom. Neyse, tez plan elədik, gedirik Hüseyin Cavidin ev muzeyinə. Həmin məhəllədə başqa bir muzeylər də var. Sadəcə bu gün 6-cı gündür və heç olmaz. 6-cı gündə bağlı olma ehtimalları var. Amma ümid edirəm, kaçırtmır. Bakın içindən gedək, bəs çıxarıq, görəsən. Heyecanlanıyorum. Dedim, girək ona. Sən maraqlı bir parka gəldik, gözüm mənə tərəfmişim. Gəlmişim maraqlı bir parka. Ümid edirəm ki, itmərik. Getdiyim məqsəm buyuruz. Amma yolu beləsinə getsin. Bildiyim qədərilə bura Hüseyin Cavidin məqbərəsidir. Hətta qəbir də burada olmalıdır. Gəlmişik Hüseyin Cavidin məzarının yanına. Burada göstərim sizə. Mən hardasa 4 il əvvəl Hüseyin Cavidin ev muzeyinə getmişdim Bakıda və öyrənmişdim ki, Naxçıvanda da onun həm məqbərəsi, həm də ev muzeyi var. Və demişdim ki, nə vaxtsa gedərəm və o gün bu gündür. Həqiqətən çox qəribə hiss elətdirir. Məqbərə barədə o da var. Məzarlıqda şəkil çəkdirəm. 1996-cı ildə tikilmişdir. Məncə burada ev muzeyi, amma heç bir məlumat yoxdur. Cəmaatın həyətini çəkmirəmdir inşallah. Məncə burada. Amma qapısı bağlıdır. Hüseyin Cavidin ev muzeyindən çıxdıq. Çox qəşəng idi. Əgər gəlsəz Naxçıvana mütləq baş çəkin. Ən azından Bakıdakına gedin və kitab oxuyub getsəz məncə daha məlumatlı olarsınız və daha təsir edər oradakı bütün əşyalar. Çünki hər birinin demək olar ki, hekayəsi var. İndi isə gözləyirik bir xanım gəlsin, növbəti yerlərə gedək. Balaşıq. Bəli, yemək. Yine biz. Biz ikimizin estetik foto. Seçdirərik də şimdi. Boşadırlar, bunlar bir şey yox. Boşuna Əslində onları bizə şəkillərimizi çəksinlər deyə gətirmişəm. Restorana ki biraz cərək şarja koydum. Fili nə qədər gəlir? Məsələn, bir qab falan gəlir, yəni izə. Şeydə gəldiyi kimi. Fili silimə 5 lirası, 2 dənə Sprite gəlir. Sprite var ki. Hə. Ürəyim partladı deyə post atacağım. Şəkillər edib deyirəm. Aysinə romantik şəkillər çəkdirmiş. Yemək yedik, gəldik, kahvelərimizi göstəririk. Maraqlı bir, nə deyirlər onu? Fal, akım, onu yoxlayacaq. Ben yadına saldım onu. O da bizim travmamızdır. Yalan deyil, mən axşam bir şey etsin. Bu kimsə deyir, məsələn, ay çay içirsən, hə, yemək, hə. Heç nə yoxdur. Mən də ondan bir yerdə yiyirəm. Ay yox, yiyemiyorum. Şımarım, nasıl oldu? Ya.
daşqayı almağa. Gəldi indi buradan daşqaş almağa. Daşqaşı hara yuxarısını çəkəcək. Görək nə bulacağız burada. Həmişə bəs saçında salonda üzü çartlayır. Çox gözəl salonda. Daşın qırılması yaxşı bir şeydir. Pis enerjisindən çıxmış olur. Məndən hansı ki mən nəzərə görə almışam onlar çat. Gedirik artıq evə özümüzə maraqlı daşlar almışam. Mən belə bir göz nəfs üçün qəhvəmdə çıxmışdı ki nəzər var üzərində. Mən də daş aldım. Gəldik çatdıq. Taksi deyir ki bəs hardan dönəcəyik? Ayster bilmirəm. Ay qız maşın yolu bilmirəm. Buranı bilirdim də yoxsa dedim bura girməyəcəm. Sən də görmədin. Gördüm, özüm demədim burada saxlasın ki. Niyə qabağa getdin? Qabaq bilsən ki, dönmür. Qabaqdan dönməlidir də maşın yolu. Deyirəm ki, mal var da, deyirəm da. Çünki niyə? Bunlar Onsuz elə eləyəcək də, bir dənə buradan getməyi, avtobusla getməyəcək, maşına gedəcək. Hə? Onsuz elə eləyəcək də, bir dənə buradan getməyi, taksi Bəstə xanım bizim üçün çay gətirib. Çayımızı içib, biraz söhbət edib gedəcək yatmağa. Bu arada şimşək çaxır. Görünür hardansa da bilmirəm hardan görünür. Nəysə, sabah görüşənədək. Xeyir dostlar. Biz oyanalı 2-3 saat olur və bir sürü şey eləmişik. Duş aldıq, yemək yedik, indiki norta üçün yemək hazırlayırıq və saat hələ 11-ə qalır. Yəni bilmirəm burada vaxt belə qəribə şəkildə irəliləyir. Bəlkə də səhər tez oyanırıq deyə artıq yəni 11-12-yə qədər xeyli bir şeylər eləmiş oluruq. Bir tərəfdən yaxşıdır. Düzdür, əslində Bakıda olanda da tez oyanırdıq işə görə, amma orada oyan elə 7-də birdən çıx işə get, heç nə eləmək olmur səhər. Amma baxırsan ki, evdə olanda səhərlər daha produktiv keçə bilir. İndi Aysunla biz pizza hazırlayırıq. Yeməyimizi yedik, bitirdik. Sonra hazırlaşdıq ki, çıxaq. Burada da qaldığımız rayon Qarabağlarda türbə var. Gedək onu ziyarət eləməyə. Biz hazırlaşdıq, bitirdik və hava anidən leysan getməyə başladı. Yəni çölə çıxılması mümkünsüz bir vəziyyətə gəldi. İndi biraz sakitləşib həyətə çıxmışam. Ona görə yenə evdə qaldıq, çıxa bilmədik. Biraz düzdür keyfimi pozdu bu, amma indi dəftərimi, kitabımı gətirdim ki, həyətdə vaxt keçirim yağışda. Çox qəşəng yağışın qoxusu gəlir, heç olmasa onun dadını çıxardım. Görün nə gözəldir. Özü vuralıb gəldik serial izləməyə. Bugün random şəkildə yenə məncə güzel oldu. Dinləndiyelim azından. İnşallah sabah yaxşı olur, gezməyə gedə bilərik. Sabahınız xeyir. Dünən videoya bağlanış verməyi unutmuşam. Çünki video editləyirdim ki, part 1-i paylaşım. Sadəcə edit uzun çəkdi və tez yatdıq deyə paylaşa bilmədim. Bugün getdiyimiz yeri part 1-ə əlavə etməyəcəm. Ona görə videonu indi bitirirəm. Part 2-də artıq indən sonra gedəcəyimiz yerlər olacaq. Part 1 daha çox belə evdəki həyat bunlar oldu. Amma part 2-də gəzdiyimiz yerlər daha çox olacaq elə bilirəm ki. Ona görə part 2-ni də izləməyi unutmayın. Növbəti partlarda görüşənədək.